Bədəl. Müəllif Aygün Sadiq. Şeiri səsləndirdi Yunis Qaraxanlı. Nəyin bədəlidir bu yaşananlar? Kimsənin dərdinə sevinməmişdim. Bir anda qeyb oldu sevincli anlar. Dərdlə tanış oldum, qəmlə görüşdüm. Kədər nə tez tapdı olduğum yeri. Qəlbimə uzandı müthiş əlləri. Oradan sevincimi götürdü geri. Hansı ki vüsala qurban demişdim. İlmələr dolaşdı bəxt üzərində. Fərəhli cümlələr qaldı dərində. Gəzərkən taleyin sətirlərində bir qara tilsimli tora ilişdi. Qələm qara yazdı nakam taleyə. Yalvardım ümidə getməsin deyə. Bütün arzularım çəkildi göyə. Tanrımın gözündən uzağa düşdüm. Bütün arzularım çəkildi göyə. Tanrımın gözündən uzağa düşdüm. Tanrımın gözündən uzağa düşdüm.